Yonca nə vaxtı əkilir? Ümumiyyətlə yonca sentyabr, oktyabr ayları əkilsə daha yaxşı olardı. Əgər o vaxtı əkə bilməmişiksə, indi də əkmək olar. Yəni martın 1-dən martın 10-una qədər aran bölgələrimizdə əkə bilərik. Hava haqqına baxaraq mən məlumat verim ki, martın 1-dən martın 10-una qədər havanın istiliyi normaldır. Yəni 12-20 dərəcə arasındadır və bu da torpağın təxminən 8-12 dərəcə olmağı deməkdir və yoncanı da 10 dərəcədən yuxarı temperaturda əkmək daha məsləhətlidir. Yəni o temperaturda daha yaxşı düzələcək. Ümumiyyətlə yoncanı buğda, arpanın yerinə əkmək məsləhət görülür və şum etməmişdə buğda arpanın yerinə əkmək olar. Yəni bu arpanın küləşini təmizlədikdən sonra yerinə əkmək olar. Zilzillətdirib və yaxud kultivasiya edib 5-10 santimlik əkmək olar. Və dağ ətəyi rayonlarımızda isə 15-i 25-i mart arasında əkmək olar. Onda torpağın temperaturu 10 dərəcədən yuxarı olmağa doğru gedəcək. Ümid edirəm ki, faydası olar. Aşağıda yazacağam hansı dərinlikdə əkmək lazımdır, qumlu torpaqda necə əkmək lazımdır, gilzəli torpaqda necə əkmək lazımdır və hansı neçə santimetrdə əkmək lazımdır və nə qədər toxum əkmək lazımdır. Hamısını qeyd edəcəm. Ümid edirəm ki, faydası olar. Videonu bəyənib takib etməyi unutmayın. Sağ olun, var olun.